300 mindən çox azərbaycanlının Ermənistana qayıtmasına hazırlıq gedir. Bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib. Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb. Stat: İlkin olaraq 300 min azərbaycanlının qayıdacağını düşünsək, onların sayının 1 milyona qədər artdığı da deyilir. Bu təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin 1/3 hissəsini 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaq? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıqları ərazilərdə məskunlaşdırılacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıqları kəndlər məlumdur. Onlar xüsusilə Göyçə gölünün şərqində və Zəngəzur-Qafan bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azərbaycanlılar əsasən bu bölgələrdə yerləşdiriləcək. Statın sonu. Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Göyçə gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçıvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələsini qaldıracaqlar. Daha sonra tarixi ədalətsizlik adlandırdıqları bu məsələni həll edəcəklər deyə erməni politoloq iddia edib.